Güney Azərbaycan coğrafiyasında çizilmiş xəritələrdə yaşayan türklərin sayı 15 milyondur. Amma 45 milyon üstündə türklər Güney Azərbaycanda yaşamır. Güneyə doğru getdiyimizdə 12 milyonun üstündə Qaşqay türklərinin yaşadığı bölgələr var ki, o bölgə Bəndərabad şəhərinə qədər gedir. Biz bölgəni tanımasaq, bilməsək, orada kimin kim olduğunu da çözə bilməsək, doğru və düzgün qiymət verib, dəyərləndirib onun davasını apara bilmərik. Bölgədə baş verən savaşda Azərbaycanın quzeyində Azərbaycan Cümhuriyyətinə və Türkiyə Cümhuriyyətinə sanki bir Azərbaycan-Türkiyə ortaq maraqları deyilən dövlət maraqlarını daha çox biz düşünüb, olaylara qiymət verib, onun davasını aparır. Amma biz bilsək ki, o bölgə başdan başa bir türk yurdudur və orada yaşayan nüfuzun %70'in üstündə türkdür, onda təbii ki, fərqli düşüncələrimiz ortaya çıxacaq, daha doğru qərarlar vermiş olacaq. Söylədiyim kimi, güneyinə doğru getdikcə 12 milyon üstündə Qaşqay türklərini görürük. Onlar Bəndərabad deyilən Qumburun şəhərində yaşayırlar. Bilirsiniz, Bəndərabad şəhəri Şah Abbasın adını olaraq Bəndərabad adlandırılıb. Amma o qədər o şəhərin adı özbəöz türkcə Qumburun şəhəri olub. Digər tərəfdən də Qaşqay türkləri həm də Qayı boyunun türkləridir. Osmanlı İmperiyasının, dövlətinin qurucuları olan babalarımızın boylarından aid olan bir Qayı türkləri var ki, onları biz doğru və düzgün tanımalıyıq. Həmin soydaşlarımız bugün daha çox Şiraz, İsfahan bölgəsində yaşayır. İsfahan bölgəsini hər kəs bir Fars bölgəsi kimi tanıyır, amma hər kəs bilməlidir ki, İsfahanın il mərkəzi Fars olsa da, ilin ilçələrində, ailə köylərində yaşayan insanların böyük əksəriyyəti türkdür və İsfahan ilində %50'nin üstündə türk yaşayır. Bunun kimi də Tehranda biliyorsunuz, ən çox türk yaşayan ikinci şəhər İstanbuldan sonra. Tehran 12 milyon türkün yaşadığı bir şəhərdir ki, Tehrana bitişik olan Şəhriyar və Kərəz şəhərlərində 5 milyona yaxın türk yaşayır. Kərəzdə 3 milyon, Şəhriyarda 2 milyon. Digər tərəfdən Qumun %70'i türkdür, il dahil. Daha bir doğu qüzeyə doğru getdikcə Türkmən səhra gəlir ki, Türkmən səhrada 6 milyona yaxın Türkmən yaşayır, türk yaşayır. Xorasan bölgəsinə gəldikcə 3 Xorasan yeri var. Quzey mərkəzi, yəni orta və güney Xorasan yeri rəsmi İran coğrafiyasında böyle adlanır. O bölgədə Mərkəzi Xorasanda Məşəd şəhəri, Xorasan mərkəzi şəhəri sayılır və hər kəs oranı bir Fars şəhəri kimi tanısa da, hər kəsin bilməsi lazımdır ki, bölgədə yaşayan nüfuzun %70'i türkdür. Təbii ki, %70'i türkçə konuşmayan, amma daha çox Fars dilində konuşan nüfuz olsa da, ailələrində hər kəs onların türk olduğunu bilirlər. İran nüfuzunun 70 milyon türk yaşayırsa, onun 50 milyon türkçəni bilir. Ədəbi dildə bilmir, amma kəndi ailə, köy, məhəlli dillərində, şivə və ləhcələrdə konuşsalar da, o şivə və ləhcələri bilsələr də 20 milyona yaxın da türk, az sayılı sözlərlə dilini bilən bir nüfuzumuz var. Təbii ki, o nüfuzu biz türk saymasaq, onlar türk olmaya bilər, amma sahiblənsə, onlar da türkləşir. Bu baxımdan biz İran dediyimizdə %80'i türk olduğunu görürük, amma incələdiyimizdə hər kəsin bilməsi lazım ki, İranda 16 milyon fars yaşayır. 3 milyon buçuq Kürt yaşadığını hər kəs bilir. 3 milyona yaxın ərəb yaşayır Ələhvaz bölgəsində. Aynı zamanda bir 4 milyona yaxın da Bəlochistan bölgəsində yaşayır. Qalan da 16 milyon, 17 milyon fars olduğu da kəsindir. Hətta Tehran rəsmilərinin 50 milyona yaxın türk olduğunu kendileri bunu etiraf edir.